Müsahibimiz Xankəndi Futbol Klubunun yeni transferi Elşad Manafovdur. Elşad bugün yeni komandanın heyətində debüt elədi. Çox vacib oyun idi. 4-də 1 finalın Çınar Zəngilan komandası ilə ilk səfər oyunumuz və qələbə qazandıq. Bəli. Oyunda iştirak elədin, ona görə də təbrik edirik. Yəni qələbəyə münasibəti ilə şərh eləyərdin zəhmət olmasa komandanın oyununu, yeni kollektivi və öz oyununu. Bəli. Təzə komandada neçə vaxt oynamıram sözün açığı və çox gözəl təəssürat oldu. Böyük futbol təzədən qayıtdım elə bil. Yəni komandaya kömək elədiyimə görə ilk növbədə çox şadam. Yəni birinci oyunda düzdür, hələ cavab oyunda var. Birinci oyunda qələbə qazandıq. Çətin oldu, düzdür. Amma yenə də üstəsindən birinci təmin gəldi yəni. İkinci təmin inşallah ki Şamaxıda olacaq. İnşallah inanıram ki yaxşı başladıq, davam da yaxşı gələcək. Yeni komandaya uyğunlaşma düzdür az vaxt keçibdi. Bir oyundu cəmi. Necə? Belə sözün açığı biraz çətin oldu mənə bir neçə müddətdən sonra. Amma tədricən toparladım, yaxşıdır yəni. Yəni düşünürsən ki gələn oyunlarda daha da İnşallah gələn oyunda daha rahat olacaq məncə, hə. Çünki neçə vaxt adam oynamır, istər-istəmədən biraz yaddan çıxır, amma hər şey qaydasına düşür. Yox, həyəcan yox idi, sadəcə biraz tənginəfəslik oldu bir balaca. Ona görə. Belə hər şey qaydasında idi. Bəli. Birlikdə yenə də təbrik edirəm. Çox sağ olun. Komandaya da uğurlar arzulayıram. Çox sağ olun.